Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub. Məlumata görə o insan orqanlarının alqı-satqısına cəhddə ittiham edilib. Belə ki, Əmrah Əliyev 2024-cü ilin yanvar ayının sonlarında çalışdığı Avto Tədris Cərrahiyyə Klinikasının kəskin qaraciyər serrozu diaqnozu ilə müalicə alan Xalidə Qurbanəliyevaya 15.000 manat müqabilində könüllü donor tapacağını vəd verib. Bundan sonra o bu işdə digər təqsirləndirilən iş yoldaşı kiçik tibb qardaşı Murad Əliyevlə birlikdə klinikanın yaxınlığında yerləşən Şorqoğal adlı mağazada satıcı işləyən tanışının Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib və onu 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsinin transplantasiya edilməsinə razı salıb. Ancaq onlar cinayət törətməyə yönəlmiş, qəsdən edilən əməli öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyiblər. Məhkəmənin hökmünə əsasən Əmrah Əliyev və Murad Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.